Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprel ayı üzrə müavinət, təqaüd və ünvanlı sosial yardımların ödənilməsi ilə bağlı mühüm xəbər var və bu mövzu hazırda minlərlə insan üçün xüsusi əhəmiyyət daşıyır. Əldə olunan məlumata görə bu sosial ödənişlərin verilməsi prosesi artıq planlaşdırılıb və vətəndaşlar üçün konkret tarixlər açıqlanıb. Məlumata əsasən aprelin sonuna qədər gözləməyə ehtiyac qalmayacaq. Belə ki, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ən gecə aprelin 24-də tam şəkildə ödəniləcək. Bu isə o deməkdir ki, sosial dəstəyə ehtiyacı olan insanlar yaxın günlər ərzində öz ödənişlərini ala biləcəklər. Xüsusilə də bu vəsaitlər gündəlik xərclərin qarşılanmasında mühüm rol oynadığı üçün bu xəbər əhali arasında müsbət qarşılanır. Eyni zamanda pensiya alan vətəndaşlar üçün də mühüm yenilik var. Bildirilir ki, rayonlar üzrə pensiyaların ödənişi artıq sabahdan etibarən həyata keçiriləcək. Bu isə bölgələrdə yaşayan təqaüdçülərin uzun müddət gözləmədən öz vəsaitlərini əldə edə biləcəyi anlamına gəlir. Şəhər və rayonlar üzrə ödənişlərin mərhələli şəkildə həyata keçirilməsi isə prosesin daha nizamlı və rahat şəkildə aparılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, sosial ödənişlərin vaxtında verilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Müavinət və təqaüdlər, eləcə də ünvanlı sosial yardımlar aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu ödənişlər bir çox ailələr üçün əsas gəlir mənbələrindən biri hesab olunur və onların gündəlik həyatına birbaşa təsir göstərir. Bununla yanaşı, son illərdə sosial sahədə həyata keçirilən islahatlar nəticəsində ödənişlərin daha şəffaf və operativ şəkildə çatdırılması təmin olunub. Elektron sistemlərin tətbiqi, bank kartları vasitəsilə ödənişlərin həyata keçirilməsi və digər yeniliklər vətəndaşların işini xeyli asanlaşdırıb. Artıq insanlar uzun növbələrdə gözləmədən rahat şəkildə öz vəsaitlərini əldə edə bilirlər. Aprel ayı üzrə ödənişlərin də məhz bu sistem çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Bu isə o deməkdir ki, vətəndaşlar əvvəlki aylarda olduğu kimi heç bir əlavə çətinliklə üzləşmədən öz sosial ödənişlərini ala biləcəklər. Bunda bir daha xatırladaq ki, müavinət, təqaüd və ünvanlı sosial yardımların ödənişi aprelin 24-dək tamamlanacaq. Rayonlar üzrə pensiyaların verilməsi isə artıq sabahdan başlayacaq. Buna görə də vətəndaşlara tövsiyə olunur ki, bank kartlarını və ödəniş vasitələrini yoxlasınlar və vəsaitlərin köçürülməsini diqqətlə izləsinlər. Bu cür məlumatlardan vaxtında xəbərdar olmaq üçün bizi izləməyi unutmayın.